Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Ratve kanalında. Əziz izləyicilər, bugün biz 3 dənə krab salatı hazırlayacağıq. Bunların deməli hərəsinin öz dadı və belə deyərdim, faydası var. Və keçirik artıq hazırlamağa. Deməli birinci əziz izləyicilər, sarımsaqlı, bibarlı, pomidorlu olan krab salatımız olacaqdır. Bunun üçün bizə nələr lazım olacaqdır? Gördüyünüz kimi pomidor, bolqar bibarı, sarımsaq, krab çöpləri və Holland pendiri, təbii ki də mayonez zövqə görə və duz istiyor zövqə görə. İndi başlayırıq bunları hamısını bir-bir doğramağa. Deməli əziz izləyicilər, gördüyünüz kimi burada Holland pendirimizdir. Holland pendirimizi deməli belə bu şəkildə edib beləcə bir neçə hissəyə bölüb bax belə və 3-4 hissəyə bölüb bax bu şəkildə beləcə edirik. Holland pendirimizi gördünüz, bax beləcə doğrayırıq. Yəni bərk pendir olmalıdır da. Bir də göstərirəm, baxın belə. Ondan sonra bir neçə bax belə hissəyə. Bax belə. Gördünüz əziz izləyicilər. Bu şəkildə pendirimizi doğrayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax Holland pendirimizi belə doğradıq. Keçirik krab çöplərimizə. Deməli bax krab çöplərimizi əziz izləyicilər bax belə bu şəkildə uzunsov doğranılmalıdır. Bax beləcə. Görürsünüz əziz izləyicilər. Beləcə doğrayırıq. Bax belə. Və çox da yox, bir 2 hissəyə, yaxşın 3 hissəyə bölüb, bax bu şəkildə beləcə qoyuruq qabımıza. Deməli əziz izləyicilər, gördüyünüz kimi krabımızın da doğradıq. İndi keçirik belə deyərdim bolqar bibarımıza. Bolqar bibarımızı da içini biraz çıxardıq. Beləcə dedikdən sonra 3 hissəyə də bölüb bunu beləcə tökürük ora salatımızın üzərinə. Və digərlərini doğrayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi bibarları da doğradıqdan sonra keçirik pomidorumuza. Deməli əziz izləyicilər, pomidorumuzu yarı bölüb orta hissəsini çıxardırıq ki, belə deyək də su verməsin salatımızda. Və bu hissələrini deməli doğrayacağıq. Belə çıxardırıq tumunuzadı su olan hissəsini. Beləcə pomidorumuzu da doğrayırıq.
Bir de pomidorumuzu da doğruyoruz salatımızın üzerine. Deməli əziz izləyicilər, gördüyünüz kimi pomidorumuzu da doğradık və sonda sarımsağımızı bax belə xırda-xırda sürkeçdən keçirdirik. Sarımsaq buna xüsusi deyərdim tam verir. Bax gördünüz əziz izləyicilər, bax beləcə 2-3 diş sarımsağımızı sürkeçdən keçirdik. Deməli əziz izləyicilər, gördüyünüz kimi sarımsağımızı da artıq tökdük və üzərinə bir balaca duz əlavə edirik və mayonezimizi əlavə edib yaxşıca qarışdırırıq. Çox gözəl bir dadlı, belə deyək, krab salatımız alınır. İndi mayonezi az tökürük, qarışdırırıq. Əgər az olarsa sonra əlavə edirik. Çünki çox olanda pomidor zat da su verir. Ona görə çox əlavə etmək lazım deyil. Bir qaşıq da əlavə edək. Kifayət edər. Artıq gördüyünüz kimi salatımız hazırdır. Yəni bax belə bu şəkildə eləyin. Hər kəsə nuş olsun. Çox dadlı və gözəl alınır. İkinci əziz izləyicilər, belə deyək, xiyarlı, şüyüdlü, kukuruzlu krab salatımız olacaqdır və bunun üçün bizə nələr lazımdır? Deməli əziz izləyicilər, bunun üçün nələr bizə lazımdır? Gördüyünüz kimi konservləşdirilmiş qarğadalı yumuşu hazır. Şüyüd, xiyar, soğutma pişmiş yumurta və krab. Təbii ki də mayonez, duz və istiyor zövqə görə. İndi başlayırıq bunları hazırlamağa. Deməli ilk öncə qarğadalımızı beləcə tökürük. Sonra isə başlayırıq tərəvəzlərimizi doğramağa. İlk öncə şüyüddən başlayalım. Şüydümüzü doğruyuruq. Tökürük qarğadalının üzərinə. Sonra isə əziz izləyicilər keçirik krabımıza. Krabı isə ortadan belə bölüb bu şəkildə beləcə doğrayırıq. Ondan sonra krab özü dağılır. Krabımızı da doğrayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi krabımızı doğradıq. İndi isə keçirik xiyarımıza və xiyarımızın bir neçə hissəyə bölüb beləcə bu şəkildə doğrayırıq. Deməli əziz izləyicilər, xiyarımıza doğradıqdan sonra keçirik yumurtamıza. Yumurtamıza bir neçə
hissəyə bölüb beləcə 4 künc doğrayırıq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi ərzaqların hamısını doğradıq və üzərinə bir balaca duz əlavə edirik və mayonezimizi töküb yaxşıca qarışdıracağıq. Və yaxşıca qarışdırırıq. Artıq gördüyünüz kimi salatımız, belə deyərdim, hazırdır. Dadlı və gözəl krab salatı beləcə hazırlayın və hər kəsə nuş olsun deyirəm. Üçüncüsü isə əziz izləyicilər, hər kəsin sevdiyi məşhur krab salatıdır. Yəni düyülü, kukuruzlu, qarğadallı belə deyək, krab salatıdır. Keçirik bunu hazırlamağa. Bunun üçün bizə nələr lazım olacaq? Gördüyünüz kimi kartof, yumurta, soğan, bir baş, yəni kartofla yumurta soğutma bişib. Ondan sonra konservləşdirilmiş qarğadalı, krab çöpləri, mayonez və bişmiş düyü lazım olacaqdır. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi belə bir qab qoyub və bişmiş düyülərimizi tökürük o qabın içinə. Altı saralıb onu qabıdır. Deməli, gördüyünüz kimi düyümüzü belə tökdük. Deməli, üzərinə əziz izləyicilər qarğadalımızı əlavə edirik. Belə. Və başlayırıq tərəvəzlərimizi doğramağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax krabımızı belə bölürük və bax bu şəkildə beləcə doğrayırıq. Salatımızın üzərinə. İkincini də belə elə. Ortadan bizə dənə böldük və bax belə bu hissələrlə beləcə bölüb doğrayırsınız. Belə. Deməli, əziz izləyicilər, gördüyünüz kimi krabımızı doğradıqdan sonra soğanımızı beləcə bir neçə hissəyə bölüb və xırda-xırda doğrayacağız. Çünki soğan buna xüsusi tam verir. Hərə krabı bir cürə hazırlayır. Bizim kanalda da indi 3 cürə bu krabın belə deyək də salatı olacaqdır. Yəni gedib baxa bilərsiniz. Yəni, amma mən deyərdim ki, bu düyülə olan daha da dadlı olur. Bax, belə gördüyünüz kimi bir neçə hissəyə bölürük.
Qaldı deməli yumurtamızla kartofumuz. Yumurtanı da əziz izləyicilər, bax bir neçə belə ikiyə bölüb beləcə doğrayırıq. Deməli əziz izləyici, gördüyünüz kimi yumurtamızı da belə doğradıq. İndi isə keçirik kartofumuza. Kartofumuzu da bax belə bir neçə hissəyə bölüb, bax beləcənə bölüb və bu şəkildə xırda-xırda doğrayırıq. Deməli əziz izləyici, gördüyünüz kimi bütün tərəvəzlərimizi doğradıq. Üzərinə zövqə görə duz əlavə edirik. Və tuzumuzu əlavə etdik və sonda mayonezimizi əlavə edirik. Deməli mən həmişə demişəm ki, əziz izləyici, salata birinci mayonezi çox tökməyin. Biraz tökün, qarışdırın. Əgər az olarsa yenidən əlavə edə bilərsiniz. Bax belə əziz izləyici, gördüyünüz kimi artıq krab salatımız hazırdır. Beləcə hazırlayın, çox dadlı və gözəl alınır. Bax belə əziz izləyicilər, gördüyünüz kimi 3 dənə krab salatımızı hazırladıq. Dadlı və gözəl. Hazırlayın, hazırlayan hər kəsə nuş olsun deyirəm. Bu qədər, hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.